bir müqəddəs bir yerdə bir nurlu bir şəhidimizin, qəhrəmanımızın Mövlud günüdür. Ona görə yığışmışıq münasibətlə bura yığışmışıq. Həm yaxınlarına, anasına təskinlik olan, həm də qəhrəmanımızı böyük haqqımızdır ki, yad edək. Onun vətən qarşısında etdiyi bu qəhrəmanlıqdan, bu şücaətdən danışaq. Bizim vətənimiz barəsində, bu şəhidlik barəsində danışanlar çox olur, bu məqamlardan çox danışılır. Amma baxıb görürsən ki, bəzi yoldaşlar danışırlar, amma onların o danışıqlarında nəsə hiss eləməzsən. Niyə? Çünki müharibə vaxtı heç zərrə qədər də nə yardım eləməyiblər, nə kömək eləməyiblər, nə də döyüşməyiblər. Elə adamlar danışanda görürsən, biraz adama da təsir edir. Amma bizlər danışanda bilirik ki, haqq nə olan şeydir. Bəli, həqiqətən də Əl-Zamin də burada yatan qəhrəmanlarımız da şəhiddirlər. Şəhidlər barəsində Allah kifayət qədər Quran-ı Kərimdə söhbət açır, ayələrdə buyurur və onların onun yanında diri olduğunu deyir. Ona görə görürsünüz ki, bura gələndə əksərən, böyük əksərən nədir? Onlara ölü kimi baxmırsınız. Onları fərqləndirirsiniz digər dünyadan getmişlərə. Baxın, dünyasını dəyişmiş insanlara, Əhl-i Beytdən olanlara və olmayanlara 1500 il bundan qabaq Peyğəmbərimiz dünyasını dəyişirdi. Məzar-ı Şərifi Mədinə şəhərindədir. Gedənlər ziyarət edirlər. Amma baxırsınız, görürsünüz, onların düşmənləri, onlara qılınc vuranlar, onları həlak eləyənlərin isə qəbirlərindən heç əsər əlamət də qalmıyor. Bizlər də bir zamanlar dünyamızı dəyişib çıxıb gedəcəyik. Amma nə olacaq? Qalan bax bu qəhrəmanlardır ki, ta qiyamət gününəcən bunlar ziyarət olunarlar, bunlar yad olunarlar. Allah rəhmət eləsin deyirəm, Allah səbir versin. Yadımda da keçən il, onsuz da hər il yığışırıq bura. Keçən il daha çox istəyirdi burada, hərarətli idi. İndi biraz görürsən ki, sərinlik düşür, sərindir hava. Yenə də ona baxmayaraq, onu mən özümə də borc bilirəm, hamısına da deyirəm ki, bəli, şəhid yığıncağı olanda gəlmək lazımdır, iştirak eləmək lazımdır. Və sağ olsun bizim əksəriyyətən şəhid valideynləri, analarımız, Allah onlardan razı olsun ki, bu Sumqayıt şəhərində bu tədbirlərimizin, müəyyən yığıncaqlarımızın vəhdət halında keçirilməsinə məxsusi xidmətlər göstərmişlər. Şəhidimiz bilirsiniz ki, ailəli olub, bir evladı var da ölmüyor. 2 evladı var, Allah saxlasın, Allah onları salamat eləsin. İnşallah Allah sizə də güc qüvvət versin, ömür versin ki, onları belə, necə deyil, layiqli bir evlad kimi böyüdüb, cəmiyyət içərisinə çıxartmağa sizə o gücü, qüvvəti, o ruzunu Allah versin. O bərəkəti Allah versin ki, bax, onlardan müğayət olasın. Daim onların, necə deyərləri, sizin rəhmət, mərhəmət baxışlarınız onların üstündə olsun. Allah onlarla bərabər nə qədər şəhidlərimiz gedib, evladlar qoyub gediblər, onların hamısının köməyi olsun. Allah Teala yerdə qalanlarına da salamatlıq bəxş eləsin. Danışmaq demək çoxdur. Azərbaycanın çətin bir günü olub. Azərbaycan ümumən haçan çətin günü olmayıb ki. Bu 30 ildə elə bizim cavanlığımız müharibədə keçdi. Ömrümüzün elə deyək ki, ən yaxşı günləri elə müharibə şəraitində keçdi. Gəldi bu 30 ildə görürsünüz ki, bu evladların əli ilə bu dava da, müharibə də, bu qada da tamamlandı. Görüşür bunların qismətini Allah Teala belə yazıb, belə görmək istəyib. O da Allah istəyənin qarşısına heç kim heç nə deyə bilməz. Allah şəhidlərimizi daim uca və necə deyərlər ki, Peyğəmbər iffətindən də ayrı salmasın. Allah rəhmət eləsin. Bir oğul böyütdüm, çövrəsi ay parçası, gözümün önündə hilalı qaldı. Çox tez soldu baharı cavan yaşında, o gedəndən biçarə başım bəlalı qaldı. Baxışları vardı şahin, qartal kimi, adı ürəyimdə qaldı qara xal kimi, şirin sözləri vardı bal kimi. Biz ayrılanı, könlüm ömürlük cəfalı qaldı. Bir oğul böyütdüm, arzuları ürəyində qaldı. Bir oğul böyütdüm, vətənim üçün verdiyi sözə vəfalı qaldı. Bu vəfalı oğullarımıza Allah rəhmət eləsin. Allah sizlərə səbir versin. Doğrudan da çox böyük bir zəhmətlər, özü də qısa bir müddətə, 44 günə böyük bir 1 milyon kvadrat kilometr ərazinin azad olunmasında buna şücaət, buna cəsarət, buna qəhrəmanlıq lazımdır.
Oğullarımız yağış bilmədilər, qar bilmədilər, külək, soyuq. Səhər-səhər bilirsiniz ki, Qarabağlarda ayaz olur, payaz vaxtı, soyuq olur. O palçıqda, o yaş torpağın üstündə sürünə-sürünə neynədilər, irəli getdilər. Və bu Azərbaycanın üç rəngli bayrağını aparıb axırı ki, Şuşaya qədər çatdırdılar. Ondan sonraki mərhələdə olan şəhidlərimiz isə Allah onlara da rəhmət eləsin ki, onu Xan kəndinə və digər yerlərə. İndi yurdumuzun hər bir yerində Əlzamin kimi qəhrəmanlarımızın hesabına Azərbaycan bayrağı dalğalanır. İndi nə qədər də olsa biz danışırıq, deyirik, amma çox belə görürük ki, biganəlik də hiss edirəm bu yolda. Niyə görə? 6 il keçib ondan sonra başladılar müəyyən ordenlər imzalamağa, müəyyən haqlar verməyə. Bir məsul bir adam vardı. Bu vaxtı söhbətlərdə bir məsələ qaldırmışdı ki, bizim əgər 44 günə qalibiyyətimiz olubsa, bizim əskərlərimiz, hərbiçilərimiz hamısı vətən qəhrəmanı olmalıdır. Bunun üstündə də bəlkə də buna görə işdən çıxartdılar. Yəni ki, bəzi adamlara, bürokratlara bizim sözlərimiz ki, çatmır, bax, bundan çox narazıyıq. Amma bütövlükdə indi bu demək deyil ki, xırdapara narazılıqlarımız var. Ona görə də müharibəni danmalıyıq, şəhidlərimizin məqamını aşağı tutub, ucuz tutmalıyıq. Yox, əslən, hər bir kəsin yanında söhbət düşəndə bəli, həqiqətən də qəhrəmandır, qəhrəmanlıq göstərib. Bir əcəl var ki, yaranandan insanı axtarır, o əcəl insanı axtarır. Görürsən ki, yaşlandı, evdə oturduğu yerdə, ya getdiyi bir yerdə onu neynədi, yaxaladı və dünyasını dəyişdi. Amma bir əcəl də var ki, insan əcəlin üstünə gedir, ölümünün üstünə gedir. Bizim qəhrəmanlarımızı parladan, ondan sonra ucaldan bir amil də odur ki, bizim bu qəhrəmanlarımız ölümün üstünə, özdə bilərəkdən ki, yəni ölə də bilərəm, yəni burada qaçılmazdır. Bu ölümün üzünə dik baxa-baxa gediblər.